İçər şəhərdəyik. Burada üst-üstə 7 dənə armudlu stəkan var. İncə belli stəkan. Bu abidənin adı 7 Gözəldir. Nail Ələkbərov müəllifidir. Burada məlumatları var. Bu tərəfimizdə də Şirvanşahlar Sarayıdır. O məşhur Şirvanşahlar Sarayının girişidir bura. Yaxında dostumuz bir kafe shop açıbdır. Özü də turizmdən məşğul olan Azərbaycanın ilk sertifikatlı bələdçilərindən biridir. Dedik ki, kafe shopdur, turistlərin gəldiyi yer. Hər halda ora xarici turistlər girər. Gəlmişkən çoxlu şəki xəritəsi gətirdik bura ki, kafenin içərisində qoyaraq gələn adamlar oradan götürüb getsinlər gəzməyə. Bir də yaxında da informasiya nöqtəsi var. Oradan da həm şəki ilə bağlı nə ki çap materialları, xəritə, broşür və s. ya da Azərbaycanın digər hissələri ilə bağlı nə məlumat materialı istəsəz, oradan götürə bilirsiniz. Bizə əslində demişlər ki, gəlində şəki helvası da gətirin. Bu dəfə alınmadı, biraz vaxtımız olmadı. Sağlıq olsun, gələn dəfə şəki helvası gətirəcəyik. Bu dəfə hələ ki quru-quru çayımızı, kofemizi içirik. Gedək indi kafenin girişini də göstərək. O informasiya məntəqəsindən həm çap materialları var imiş, həm də bilet satırlar. Təzə qurulub bu sistem. Bax, buradan içəri şəhərdəki Qız Qalası, hamam və s. muzey adına nə varsa hamısının biletində ala bilirsiniz. Şirvanşahların da həmçinin. İçərisi balacadır, 10 nəfərlik yeri var. Gələndə burada kiçik yığıncaqlar eləyə bilirsiniz, amma daha çox take-away xidmət göstərirlər. Gəlib take-away nəsə alsaz, deyin ki, Fərdin kanalında görüb gəlmişik. Burada nə qədərsə endirim eləyəcəklər sizə. İndi 10 mu, 15 mi? Könüllərindən nə qopsa eləyəcəklər də. İndi 15 deyirlər, amma İçəri şəhərin bu tərəflərində fırlananda gəlin bir kofe için.